Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Öncəliklə hər biriniz üçün xeyirli uğurlu olsun. Müəllimlərin sertifikatlaşdırma imtahanlarının artıq vaxtı bəlli olunub. Hər birinizə uğurlar arzulayıram. İnanıram ki, gözəl nəticə əldə edəcəksiniz. Az da olsa sizin bu nəticələrinizdə payım olacaqsa nə xoş mənə. Və bir neçə gün bundan öncə Təhsil Nazirliyinin məsələ nəzdində olaraq rəsmi kanalında paylaşılıb bu suallar. Bu sualları qrupa göndərmişdim. İndi izahlarını sizə geniş şəkildə təqdim edirəm. Və inanın tam səmimiyyətmə, həyəcanlanmağa gərək yoxdur. Bildiklərinizdir, işlədiyimiz suallardır. Elə dəfələrlə də bu sualların neçəsini biz işləmişik. Deyir ki, müəllim həyatla bağlı problemli situasiya verir və onun həllini şagirdə tapşırır. Bax, harda bu cümləni görsün, heç həyat sözü olmasa da müəllim şagirdə problemli situasiya təqdim edir deyəcəksə, istisnasız həm fənlər arası, həm də fənüstü inteqrasiyanı götürəcəksən. Fənlər arası, fənüstü inteqrasiya həyatla bağlı bir problemli situasiya verir. Məsələn, dərs keçər zaman işıqlar sönsə nə edərsən? Yəni, həyatdan bir dənə nümunə gətirəcək və problemli situasiyanı da həll eləmək üçün bir neçə fənlə bağlı bir gündə məlumatın olmalıdır. Deməli, necə yadımızda saxlayırıq? Əgər müəllim şagirdə problemli situasiya verərsə və yaxud da bu problemli situasiyanın həyatla bağlı olduğunu qeyd edərsə, fənlər arası və fənüstü deyəcəm. Doğru variantımız bu olacaq. Əgər sən də Y variantı yazmısansa, doğru qeyd etmirsən. Növbəti sual. 2 şagird dərsdə müzakirə zamanı tez-tez mübahisə edir və bu da dərs prosesinin gedişatına mane olur. Müəllim nə etməlidir? Əlbəttə ki, müəllimin qayda və proseduru olmalıdır ki, bu da sinifdə ünsiyyəti nizamlayan qayda və prosedurun olmamasından irəli gəlir. Düşünürəm ki, sən də elə A variantı yazmışdın. Əgər yazmışdınsa, doğru yazmışsan. Növbəti sualımız isə məşhur rəydəndir. Mütləq şəkildə rəy ilə bağlı bir sualın olacaqdır. Əgər rəy ilə bağlı bir çətinliyin varsa, YouTube kanalımda mən rəy ilə bağlı məlumat da vermişəm. Ona aid test nümunələrdə işləmişik. Verilən rəylərdən biri konstruktiv deyil. Gəlin baxaq. Əhsən, cavabların akademik cəhətdən yaxşı əsaslandırırsan. Lakin həyatdan nümunə gətirməkdə çətinlik çəkirsən. Çalış oxuduğun informasiyanı həyatla əlaqələndirəsən. Onda daha yaxşı nəticə əldə edəcəksən. Yəni, akademik cəhətdən deyir, yaxşı əsaslandırırsan, amma həyatdan nümunə gətirməkdə çətinliyin var. Oxuduğun deyir, informasiyanı həyatla əlaqələndir. Onda nəticən yaxşı olacaq. Deyəcəksə, bu düzgün rəydir. Həm düzün dedi, həm səhvin dedi, həmçinin səhvin nəticə çıxartmaq üçün, aradan qaldırmaq üçün ona yol göstərdim. Bir də deyir ki, afərin, suala ən doğru cavabı sən verdin. Verdiyin cavab ətraflı və anlaşıqlı idi. Neynədir? Ən doğru sən dedin, dedi, ucaltdı, yüksəltdi. Sinif yoldaşların üçün də faydalı oldu. Gələcəkdə də məsələlərə bu şəkildə yanaş. Yəni, sinif yoldaşın üçün nə faydalı oldu? Sonra ən faydalı sən etdin, dedi. Əlbəttə ki, digər variantları oxumasan da elə bu variant deyir ki, mən düzgün rəy deyiləm. Çünki düzgün rəy şagirdə gələcəyə yönəldir, şagirdə düzgün istiqamət verir, yol göstərir, düzün deyir, səhvin deyir, səhvlərini aradan qaldırmaq üçün də ona istiqamət göstərir. C-də deyir ki, komanda işində əməkdaşlığın yaxşıdır, yoldaşlarını sona qədər dinləyirsən, lazım gələndə kömək edirsən, biraz da səs tonunu idarə etsən, ona ehtiyacın var. Çünki bəzən çox ucadan danışırsan, buna diqqət yetir. Gördün, düzün də dedi, səhvin də dedi və deyir ki, ucadan danışırsan, buna diqqət yetir. Bu da doğru rəydir. Səfəvilər dövlətləri haqqında ətraflı məlumat verdin, lakin hadisələrin ardıcıllığını bəzən pozurdun. Nitqini təşkil edərkən xronologiya və səbəb-nəticə əlaqələrinə diqqət yetir. Görsən, deyir, ardıcılığı pozurdun, ona görə də xronologiyadan istifadə elə. Bu da düzgün rəydir. Afərin, hərfləri düzgün yazırsan. Biraz mali xəttə çəkməkdə çətinlik çəkirsən. Bunun üzərində işlə və çoxlu məşq elə. Yenə də gördüyü işi dedi, səhvin dedi və üstə gəldi onu göndərdi gələcəyə, istiqamətləndirdi. Bax, əziz müəllimlər,
rəy mütləq şəkildə qarşıya çıxacaq. Rəyi düzgün, səmərəli şəkildə verməyi bacarmalısan. Ona görə cümlədə baxmalısan ki, həm səhvin deyir, həm düzün deyir, həm doğru yol göstərir, ona düzgün istiqamət verir. Bu sualın da cavabı B variantıdır. Əgər B yazmısansa, doğru yazmısan. Ən məşhur sualımız, dəfələrlə işləmişik həqiqətən bu sualı. Taksonomiyanın olmazsa olmazı, fikri mətndəki faktlarla əsaslandırır, mətndən fakt gətirir. Mən hər zaman nə deyirdim əziz müəllimlərim? Bax, əgər deyirdim əsaslandırır sözün görürsənsə, feilin görürsənsə, əgər yadındadırsa şərh bölməsinə yaza bilərsən. Şübhələn, ya təhlildir, ya dəyərləndirmədir. O zaman təhlildir ki, sən mətndən dəlil gətirirsən. Öz dəlilin deyil, öz əsaslandırman deyil. Amma sənin dəlilindirsə, sənə məxsusdursa, sən onu dəyərləndirmə götürə bilərsən. Burada isə neynədin? Mətndən dəlil gətirdin, mətndən fakt gətirdin, o səbəbdən olacaq təhlil etmək mərhələsi. Növbəti sual isə qruplarla iş zamanı müəllim müşahidə edir ki, şagirdlərdən biri tapşırıqları işləməkdə maraqlıdır, amma sinif yoldaşları ilə əməkdaşlıq etmək istəmir. Müəllim hansı addımı atsa daha yaxşı olar. Deməli, uşaq əməkdaşlığa yönəlmirsə, biz şəxsiyyətin formalaşması keçmişdik. İntrovert və ekstravert. İntrovertlər nə idi? Fərd daxili idi. Onlar özləri öyrənməyi sevirdilər. Ekstravertləri isə ünsiyyətçil idi, əməkdaşlığı sevirdi. Burada bəllidir ki, şagirdin introvert şəxsiyyət tipi var. Deyir, şagirdi danla, anı heç oxumayacam, çünki mühakimə etmək, dəstəkləyəcəm, mühiti pozmaq olmaz. Qrup tapşırıqlarını elan edərkən zamanın qiymətləndiriləcək meyar olduğunu şagirdlərə bildirmək lazımdır. Burada şagirdlərin vaxt çatışmamazlığı, vaxt məhdudiyyəti var bəyəm? Yoxdur əlbəttə ki. Tapşırıqları fərqli öyrənmə tərzinə uyğun verilməlidir. Demir ki, burada bir mənalı şəkildə tapşırıq verilir. Çox adamı C variantı çaşdırıb. Əslində situasiyada çatışmamazlıq bir şagirdin qrup işinə cəlb olunmamasıdır. Bu istək şagirdin şəxsiyyət tipi ilə əlaqəlidirsə, onu qısa müddətli, bəli, fərdi şəkildə işləməyə cəlb etmək olar. Bax, qısa müddətli. Çünki mütəmadi olaraq olsa, bu şagirddə əməkdaşlıq, empatiya, yoldaş qiymətləndirməsi olmayacaq. D yazmısansa, doğru yazmısan. Əməkdaşlıq etməyən şagirdi qrup işinə cəlb etmək məqsədə uyğun olmadığı üçün müəllim bu məsələlərə diqqət yetirməlidir. Yox. Əslində biz şagirdləri əməkdaşlığa cəlb etməliyik, əziz müəllimlər. Amma biz diqqət yetirməliyik ki, nə olsun? Onlarda öz öyrənməsinə də, yəni fərdi öyrənir, cütlərlə öyrənir. Ona da istiqamət verək ki, qısa müddətli də olsa şərait yaradaq ki, onda öyrənmə baş versin. Ümid edirəm ki, əziz müəllimlər, bu qısa izah sizin üçün faydalı oldu. Əgər oldusa, şərh bölməsində yazıb fikir bildirməyi unutmursan. Bu linki ətrafından dostlarına paylaşırsan ki, imtahana qədər bu kimi faydalı izahlardan yararlana biləsən. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm.